Dünən saat 20:20 radələrində 28 may stansiyasında sərnişin 2004-cü il təvəllüdlü Ağayev Elnur İlqaroğlu qatar yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb. İlkin məlumata əsasən həkimlərin səyinə baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və Nərimanov stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Xatırladaq ki, dünən Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb isə dünən saat 12:10 radələrində Ulduz Nərimanov mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması olub. Hadisə zamanı 2 qadın xəstəxanalıq olub. Bugün Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Bakı metrosunda baş verən hadisə ilə əlaqədar çağırış ünvanına 21 təcili tibbi yardım briqadası cəlb olunub. Təbibdən bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfər 25 həftəlik hamilə qadın və sağ çiyinin travması diaqnozu təyin olunan 43 yaşlı şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 9 nəfərə arterial hipertenziya və stressə qarşı reaksiya səbəbilə yerində yardım göstərilib. Qeyd edək ki, saat 12:10 radələrində Bakı metrosunun Ulduz Nərimanov mənzilində aralıq kabelində baş vermiş qısa qapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Bakı metropoliteni qatarlarının hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisi olduğu üçün yüksək gərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən Ulduz Nərimanov mənzilində qatarların hərəkəti mümkün olmayıb.